Ayaqlarda quruluq ya da dabanda əmələ gələn çatlar ya da kiçik bir döyənək nə qədər zərərli ola bilər ki? Çatdır, müəyyən müddətdən sonra keçib gedəcək. Ayaqda quruluqdur, heç əhəmiyyət vermirik. Döyənəkdir, sizi incitmir onsuz da, onu nə edə bilər ki? Deyib keçirik. Bu əslində kiçik bir şeylər kimi görsənsə də, şəkər xəstələri üçün çox ağır fəsadlara səbəb olan faktorlardır. Şəkər xəstələri bəzən elə kiçik bir döyənəkdən ya da ayaq quruluğundan əmələ gələn çatlardan ayaqlarını dizdən aşağı ya da bəzən daha yuxarıdan buddan aşağı itirə bilirlər. Çünki şəkər xəstələrində qidalanma pozğunluğu bu kiçik kimi görsənən lüzumsuz səbəbləri sizə çox ağır fəsadlar kimi nəticələndirə bilir. Çünki şəkər xəstələri ayaq baxımı etmədikdə, hər axşam ayağını kontrol etmədikdə, ayaqdakı olan quruluqlar, əmələ gəlmiş çatlar normal insanlardakı kimi onlara ağrı vermir və yaxud da döyənəklər normal insanlardakı kimi onlara ağrı vermir və nəticədə proses get-gedə ağırlaşaraq ayağın itirilməsinə gətirib çıxarır. Şəkər xəstələri mütləq hər axşam ayağını kontrol etməlidir. Kiçik bir quruluq, kiçik bir çat ya da qızartı kimi şikayətlər olduqda dərhal bu proseslə, bu problemlə mübarizə aparmalıdırlar. Əgər xəstələr özləri bu problemlə baş edə bilmirlərsə, mütləq endokrinoloqa müraciət etməlidirlər. Həm ayaqdakı qidalandırmanı gücləndirmək, şəkəri kontrol etmək və lazım olsa podoloqun köməyindən yararlanmaqla bu problemdən qurtula bilərlər.